Bu sənədi film müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin mərhələ müsahibələri əsasında hazırlanıb. Sualları ən yeni tariximizin şahidlərindən biri kimi mən verirəm. Ne komisya yaratmak istiyorsunuz? Ne komisya yaratmak istiyorsunuz? Ayıklıyorum size. Ben öz sözümü diyorum burada. Ben söz diyen kimi, ben aleyhine komisya yaratmaz. Bu ne kadar demokratik işti. Bir vicdanınız olsun. Heydər Əliyev Ali Sovetin vestibülündə bizim suallarımıza cavab verəcək. Öyrədilmiş deputatların Ali Sovetin iclasında üzə durmalarından Heydər Əliyev kinayəli və öldürücü təbəssümlə çıxıb. Görmürsən nə qədər düşüblər mənim üstümdə. İstəyirəm biraz da var. Sual lazım. Təbii ki, sual lazım. Heydər Əliyevin Azərbaycanda televiziyaya ilk müsahibəsi. Naxçıvanın rəhbəri suallarımıza cavab verir. İlk sualımız Naxçıvanın Azərbaycanla münasibəti barədədir. Gərək hamısı Azərbaycanla birlikdə olsun və Azərbaycanın tərkib hissəsi kimi Azərbaycanın çətinliyi də gərək Naxçıvan hiss eləsin, Azərbaycanın tərəqqisində də Naxçıvanın gərək yer olsun. Heydər Əliyev, Brest sazişi və müstəqil dövlətlər birliyi haqqında. Sadrujestvəyə münasibət biz bilməkdə maraqlı olardı. Onun ən böyük müsbət cəhət ondan ibarətdir ki, artıq Sovet Sosialist Respublikalar İttifaqının dağılmasını təmin etdi. Mən hələ il yarım, 2 il bundan qabaq öz çıxışlarımda, müsahibələrimdə demişdim ki, Sovetlər İttifaqı dağılır və dağılmaqdadır və bu ittifaq dağılmalıdır. Bunu mən yenə də xatırladıram, Mart ayında Ali Sovetin sessiyasında da deyəndə ki, Sovet İttifaqı, Sovet İmperiyası dağılmaqdadır. İttifaq dağılmalıdır. Mən bir daha istəyirdim həm deputatlara, həm də bizi dinləyən vətəndaşlara çatdırım ki, bu dağılan ittifaqa biz bir daha girməməliyik. Görürsünüz, Mart ayında referendum keçdi. Nə qədər böyük cəhdlər göstərdilər. Moskva, CK KPSS, Gorbaçov və onun həmkarları ki, güya yeni bir ittifaq yaranacaq. Tam məndə fikir vardı ki, heç belə bir ittifaq bundan sonra yarana bilməz. Heydər Əliyev, azadlıq və ibadət haqqında. Bizə qəribə gəlmirmi ki, bir yandan Babəkin qılıncından, digər tərəfdən Məhəmməd Peyğəmbərin əlindən öpülür. Xalq bu 70 il müddətində çox naməlum bir ölkədə, naməlum bir şəraitdə yaşayıbdır. Bizim xalqın məsələ dini əlindən alınıbdır. Xalqın tarixi, keçmişi əlindən alınıbdır. Xalqın tarixi, ənənələri əlindən alınıbdır. Sovet imperiyası, Sovet quruluşuna münasib olan tarixdəki tarixi hadisələr müsbət şəkildə təbliğ olunubdur. Ancaq həqiqət gizlənilibdir və bəlkə də onlardan üstün olan bizim xalqın keçmişində tarixi hadisələr unudulub və yaxud da ki, mənfi bir hal kimi qələmə verilibdir. Ona görə də bax bu şəraitdə yaşamış və bu indiki günə gəlib çatmış bizim Azərbaycan Respublikasının xalqı, cəmaəti, bizim Azərbaycanlılar şübhəsiz ki, indi keçid devrindədirlər.
Bu devirdə biri şübhəsiz ki, dinə çox itaət edir. O birisi Babəkin qəhrəmanlığına, milli azadlıq, vətənpərvərlik və qoçaqlığını daha da uca tutur. Burada mən ziddiyyət görmürəm. Heydər Əliyev yeni Bolşevik inqilabı haqqında. Bolşevik inqilabı təhlükəsi görürsünüzmü? Bu təhlükə var. Çünki bütün bu demokratik proseslər bir tərəfdən insanları ruhan azad etdi. İnsanlarda bu azadlıq hissiyatlarını uyandırdı, canlandırdı. Amma bundan yanaşı olaraq təəssüf ki, insanların yaşayışı üçün, onların həyat tərzi üçün bir müsbət bir nəticələr hələ ki verməyibdir. Ona görə də adamların bəzisində inamsızlıq yaranır. Bizim Azərbaycan xalqı ümumiyyətcə şükür neymət xalqdır, itaətkar xalqdır. Ona görə də çox vaxt o baş verən hadisələri elə qanuni bir hal kimi qəbul edibdi. Ancaq belə bir təhlükə var. Eyni zamanda mən hesab edirəm ki, təhlükə olsa da daha bolşevizm qaydası deyil. Heydər Əliyev, Ayaz Mütəllibov münasibətləri. Bu, müstəqil düşüncənin əsarətlə qarşı durmasıdır. Yəni artıq elə təsir bağışlayır ki, bu iki rəhbər bir-birini inciyib. Burada şəxsi münasibətlər yaxşı yaxud ki, şəxsi incikliklərdən, şəxsi küsürlükdən söhbət gedir. Burada siyasi mövqedən söhbət gedir. Kim hansı siyasi mövqeyi tutur? Mənim fikrimlə Mütəllibovun və yaxud da ki, başqa bir respublika rəhbərinin fikri prinsipal məsələlərdə bir-birinə uyğun gəlmir. O demək deyil ki, bizdə gərək ziddiyyət olsun. O demək deyil ki, bizdə gərək ədavət olsun, inciklik olsun, küçülük olsun, yox. Mən məsələ 7-si martda qəti çıxış elədim ki, mən yeni ittifaka tabi olmanın və bunun üçün referendum keçirməyi heç bir şərt qoymadan əlimdəyim. Mütəllibov çıxış etdi, dedi ki, yox, biz Sovetlər İttifaqına girməsək yaşaya bilməliyik, müstəqil dövlət kimi yaşaya bilməliyik. 17-si martda Naxçıvanın əhalisi referendumun keçirilməsi əleyhinə mitinglər eləyiblər və 17-si martda Azərbaycan üzrə məlumat verildi ki, 89% Azərbaycan əhalisi Sovetlər İttifaqının saxlanıb qorunmasının tərəfdarıdır. Mənim heç bir şəxsi incikliyim yoxdur. Ancaq fikir müxtəlifliyi yanvar faciəsinin üstü özdürüb bastırılır. Və bunu açıqca demişəm sesiyada 2 dəfə. Mart ayında da, avqust ayında da sesiyada çıxış edib demişəm. Orada Mütəllibov da iştirak edirdi və başqa respublika rəhbərləri də iştirak edirdi. Bu mənim fikrimdir. Mən tələb edirəm ki, bu qatillər tapılsın. Əgər yoxdursa qatillər, qoy desinlər ki, yoxdur. Ancaq nə qatillərin tapılmasını təmin edirlər, nə etiraz etmirlər ki, qatillər yoxdur, deyirlər doğrudan da hərbi təcavüz olub. Ancaq bu hərbi təcavüzü kim edibdir? Burada yenə də bizdə
fikir müxtəlifliyi var. Heydər Əliyev təhdid və təhqir haqqında. Nə üçün mənim şəxsiyyətim təhqir olunur sessiyada? Mən heç kəsin şəxsiyyəti haqqında bir dənə nalayiq söz deməmişəm. Ancaq mənim bu siyasi fikirlərimə görə mənim şəxsiyyətim Mütəllibovun gözünün qabağında təhqir olunur. Ancaq mən bu təhqirlərə dözmüşəm. İndi də dözürəm. Nəyin naminə? Ədalətin naminə, ümumi amalın naminə. Bir adamın həyatı bir şey deyil. O cümlədən mənim həyatım. Amma xalqın aqibəti, xalqın namusu, qeyrəti, xalqın şərəfi bu mənim üçün ulu bir nətər deyərlər, məfhumdur. Heydər Əliyev Azərbaycanın müstəqilliyi haqqında. 1992-ci ildə Azərbaycan yeni siyasi ilə qədəm qoydu. Siz bu ildə Azərbaycanı necə görürsünüz? Azərbaycanı müstəqil dövlət görmək istəyirəm. Mən çox arzu edirəm ki, bu günü mən görüm. Hələ ki, Azərbaycan müstəqil deyil. Və Azərbaycanın müstəqilliyi haqqında da bu cürbəcür hoqqabazlıq ona gətirib çıxardıbdır ki, bizi hələ çoxları tanımaq istəmirlər. Mənim bir dənə arzum var. Mən həyatımın çox mərhələlərində bizim xalqın vəziyyətini görmüşəm. Və istəyirəm ki, Azərbaycan xalqı azad olsun, milli azadlığa nail ola bilsin və Azərbaycan Respublikası həqiqi müstəqil dövlət olsun. Nə qədər çətin olsun, nəyin bahasına olsun, başqa cür bizim yolumuz olmaz. Heydər Əliyev və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününün təsis edilməsi haqqında. Biz 31 dekabr gününü Dünya Azərbaycan Türklərinin Həmrəylik günü elan etdik. 70 il bir-birindən ayrı düşmüş Azərbaycanın quzeyində və güneyində yaşayan Azərbaycanlılar qovuşma, birləşmə həsrəti ilə yaşadıklarına görə bu demokratik proseslər inkişaf etdiyi vaxtda bu hissiyatlar daha da artmış və bizi bu cənubla şimalı ayıran bu tikənli məftillər, simlər, injiner texniki qurğular, zadlar götürülməsi məsələsi ortaya atılmışdır. Onlar gömürlər ki, biz yazıq buna həsrət qalmışıq. Bu hərəkatın nəticəsində dekabr ayının 31-də Naxçıvanda, nəinki Naxçıvanda, Azərbaycanın bir çox yerlərində buranın təsiri nəticəsində sərhəd boyu bütün o tikanlı simlər uçurdulmuş, dağıdılmış. Şübhəsiz ki, bu zorla olmuşdur. Sərhədçilər bura müqavimət göstərmişlər. Partiya orqanları bunlara müqavimət göstərmiş. Devlət təhlükəsizlik orqanlarının işçiləri bunlara müqavimət göstərmiş. Ancaq xalqın bu iradəsinin qarşısını heç şey ala bilməyibdir. Və o vaxt danışırlar, hətta bəzi kino lentlər qalıbdır, göstərirlər televizyon lentləri ki, adamlar özlərini o qışda o araza atıblar ki, o tərəfdə olan qohum qardaşları ilə görürsünlər. O tərəfdən bu tərəfə keçmək istəyiblər və keçiblər də. ...1993-cü il iyun. Heydər Əliyev Naxçıvandan Bakıya gəlir. Hava limanında izdihamı yarıb ona yaxınlaşırıq. Sualımız belədir.
Çıxışınıza ayaqlarını yerə döyməklə mane olan deputatlar indi sizi Bakıya, iqtidara dəvət edir. Məni deputatlar dəvət ediblər. Məni Azərbaycan prezidenti Əbülfəz Elçibəy dəvət edib. Çox sağ olun, təşəkkür edirəm. Onun dəvəti ilə gəldim. Sağ ol, sağ ol. Gəncə şəhəri. Heydər Əliyev üsyana rəhbərlik edən polkovnik Surət Hüseynovla danışıqlara gedir. Saat 6:30-da 130-cu hərbi hissəyə demək burada danışıqlar aparmaqdan ötürü gəlmişik və çünki belədir ki, mənim əsgərlərim hardalar irəli atsalar və atıblar. Onda əlbəttə ki, gərək istintaq bunu eləsin. Mən istəyirəm. Az sonra bizə müsahibə verəcək. İndi yəqin ki, sabahlarının qardaşları da. Mənim bir sualım var. Necə bilirsiniz, sizin danışıqlara cavab olunmağınız Azərbaycanda nəhayət mülki sülhün bərqərar olunmasına və vətəndaş əmrlərinin başlanmasına təminat verəcək ya yox? Bilsən verəcək ya yox, bunu deyə bilmənəm. Ancaq mən bu istiqamətlə çalışıram. Konkret işin deyə bilməzsiniz. Yox, nə deyə bilərəm? Hər halda söz potensialınıza belə... Hələ ki bir şey yoxdur. Potensialıma bələdəm. Ancaq vəziyyət burada çox mürəkkəb. Çox mürəkkəb. Mürəkkəb o mənada ki, burada deyilən faktlar ki göstərilir, indi sabahlarda mən onlarla tanış olacağım. Onlar olan yerdə burada bir sülhə gəlmək çox çətin. Ancaq nə tər gəlməliyik. Sadəcə olaraq mən istəyirəm o yolları tapım ki, nə tər indi burada sülh yaratmaq olur. Başa düşürsünüz. Çünki biz gələndə gördünüz, bunların tankları yaxud da ki silahları haradaydı? Kürdəmirdən o tərəfdən. Bizi buraxmırdılar sonra. Biz saxladıq maşına. Bildilər ki, biz gəlirik. Gedib o tərəfdən üçün. Və mən xahiş eləmişəm ki, bunlar dayandırsınlar bu əməliyyatlarını, amma hələ ki dayandırmır. Mən xahiş eləmişəm ki, sonra vəziyyət alalım. Teşekkür ederim. Azərbaycanda növbədənkənar prezident seçkiləri. Qələbəyə real iddiaçı Heydər Əliyevi gözləyirik. Az sonra ondan müsahibə alacağıq. Cənab Spiker, bu sizin iştirak etdiyiniz neçinci prezident seçkisidir? Ümumiyyətcə, birinci prezident seçkilərində iştirak edir. Öz seçkinizə iştirak edirsiniz. Öz seçkim deyil, bu məndən sabah iki namizəd də var. Ümumi prezident seçkiləridir. Ancaq mən indiyə qədər heç bir prezident seçkilərində iştirak etməmişdim. Keçən seçkilərdə də Azərbaycan prezidentində iştirak etməmişdim. Çünki o vaxt mən Azərbaycanda deyildim. O prezident seçkiləri vaxtı mən Türkiyədəydim. Ondan öncə Azərbaycanın prezident seçkiləri olan vaxtı da mən Naxçıvandaydım. Ancaq onda Naxçıvanda Ayaz Mükəllibov yeganə namizəd olduğuna görə orada prezident seçkiləri keçirilmişdi. O yüzden mən birinci prezident seçkilərində iştirak edirəm. Digər seçkilərdən fərqli olaraq bu seçkilərin nəticələrin uğurlu olacağına tam təminat vermək olar. Mən ona təminat verə bilərəm ki, bu seçkilər demokratik şəraitdə keçiriləcəkdir. Əgər demokratik şəraitdə keçiriləcək, demək bu uğurlu olmalıdır.
Yorulmamışsınız ki. Yox, yorulmamışam. 3 oktyabr 1993-cü il. Heydər Əliyev seçkilərdən sonra ilk müsahibəsini bizə verir. 1990-cı ildə siz SVKP sıralarını tərk eləmişdiniz. Bəli. Bu Komünist Partiyasına, komünist ideyalarına olan inamınızın süqut eləməsi ilə bağlıdır, yoxsa hər hansı şəkildə siyasi protest akt təkdə zahir eləmişdi? O da var, o birisi də var. Çünki mən o vaxt Komünist Partiyasının xüsusən rəhbərliyində çox kobud səhvlərin mövcud olduğunu gördüm və Komünist Partiyasının sıralarında olduğum vaxtda bu səhvlərlə mübarizə etməyə çalışdım, ancaq mən bir şeyə nail ola bilmədim və nəhayət Komünist Partiyasının, Sovet İttifaqı Komünist Partiyasının Azərbaycan xalqına qarşı ədalətsiz hərəkətlərinin şahid oldum, bu məni incitdi və o zaman Azərbaycan Respublikasında komünist rəhbərliyinin öz xalqına qarşı ədalətsizlik və xəyanətkar hərəkətini də gördüm. Tоварищ Azərbaycanski narod, mənim xalqım, sənə müraciət edirəm. Və bunların da əleyhinə çıxmaq istədim, ancaq məni o vaxtları mənə imkan vermirdilər, hətta mənə qarşı repressiya tədbirləri də görürdülər, hətta mənə mətbuatda və ya çıxış etməyə də imkan vermirdilər. Bunların hamısı birlikdə məni belə fikrə gəldi ki, artıq belə bir partiyanın sıralarında mən qala bilmənəm və mən o vaxtlar dəfələrlə də demişdim ki, Komünist Partiyası artıq hakimiyyətdən getməlidir. Komünist Partiyası nüfuzunu itiribdir. Mənim bu sözlərimi nə Azərbaycanda, nə Moskvada fikir verən olmadı. Mənim də bir yolum vardı ki, bu Komünist Partiyasına düşürmənə çıxdım. Heydər Əliyev və yeni kadr siyasəti. Ayaz Əliyeva hakimiyyətdə olarkən biz Naxçıvan Muxtar Respublikasında ezamiyyətdə olmuşduq. Naxçıvan Muxtar Respublikasında 15 dəqiqəlik veriliş hazırlamışdıq və siz orada 6 dəqiqəyə yaxın danışmışdınız. Onda siz bizim kadr qıtlığı keçirirdirsiniz sualımıza cavabınızı belə əsaslandırmışdınız ki, Leninlə gərək kimi salınır. Mənim başqa kəndlərim yoxdur. Bugün necə? Təzə kəndlər tapdısınız, yerlə köhnə kəndlərlə işləməyə sadəcə olaraq məcbursunuz. Bilirsiniz, nəyimiz var odur. Əlbəttə ki, mən istəyərdim ki, bizim kadrların səviyyəsi daha da yüksək olsun. Mən vaxtilə Azərbaycanda işləyən devr və bir uzun devr mən Azərbaycan Respublikasını rəhbərlik etmişəm. Ən çox kadrların həm elmi, həm təcrübəvi, həm iqtisadi səviyyəsinin artmasına çalışmışam və xüsusən kadrların mədəniyyət nöqteyi nəzərindən, yəni mədəni səviyyəsinin artmasına çalışmışam. Mən istəmişəm ki, Azərbaycan Respublikasının kadrları müasir tələblərə uyğun adam olsunlar, intellektual səviyyəli adamlar olsunlar. Mən bu yolda çox çalışmışam və bugün də çalışıram, sabah da çalışacağım, ömrün axırına qədər də çalışacağım. Çünki mən öz xalqımı çox sevirəm və xalqımı həmişə səviyyəli görmək istəyirəm. Artıq biz umud edə bilərikmi, bizim konkret, perspektivli, gələcəyinə inamla baxa biləcəyimiz siyasətçilərimiz var? Bilirsiniz, siyasətçi çoxdur və indi son illərdə vəziyyət belə yaranıb ki, hər adam siyasətçi olmaq istəyir. Son illərin təcrübəsi siz bunu gördünüz. Bir var ki, həqiqi siyasətçi o adamdır ki, o siyasəti bilir, dünya siyasətini bilir, elmi bilir, yəni bu hüquq elmlərini bilir, siyasi elmləri bilir. Dünya siyasətini təhlil etməyə imkanı var, həm tarixi, həm müasiri və beləliklə də siyasi fəaliyyət aparır. Amma indi son dövrdə elə bir Azərbaycanda deyil, bizim keçmiş Sovetlər İttifaqının başqa regionlarında da meydana elə adamlar çıxıblar ki, özlərini siyasətçi adlandırırlar, amma siyasət nə olduğunu bilmirlər. Mən isə istəyirəm ki, Azərbaycanda səriştəli, eyni zamanda mədəni səviyyəli, intellektual səviyyəli siyasətçilər olsun. Heydər Əliyev və vəzifə. Bu pilləkənlərdə o niyə büdrəmədi? Mən heç bir vaxt bir vəzifə üçün mübarizə aparmamışam. Heç bir vaxt.
Mən elə gənc vaxtından elə işləmişəm, bir də görüb çağırırlar ki, səni ona qoymaq istəyəcək. Yox, hələ tezdir. Neçə dəfə olub, mənim yadımdadır. 52-ci ildə idi. Mənim 29 yaşım vardı. Məni çağırdılar, Naçalnikim kontrazvedkada KGB Azərbaycanı. Hələ Stalin vaxtında. Bilirsiniz, bu dəhşətli bir şey idi. O vaxt 29 yaşında belə vəzifədə oturmaq, özü də ki, o vaxtları burada bu KGB, onda KGB idi, MGB deyirlər. MGB-də hamısı Ruslardı, Cubutlardı, Ermənilərdi falan. Azərbaycanlıları parmağla saymalar. Ancaq haqqı demək lazım. Heç kəsim də yox idi. Mən burada gedib orada patvollarda yaşayırdım onlar. Evim də yox idi. Mən çağırdılar ki, sən Naçalnik kontrazvedk qoyacaq. Ben dedim yok olmaz, ben gedə bilmərəm bura. Uyan, geldim oturdum, gece fikirləşdim. Mən nə cürə bu işləri aparıram, bu qurtların içində nə cürə mən işləyə bilərəm, nə tər ola bilərəm. Ama sonra mən qoydular. Qoyandan sonra bunlar hamısı mənim əlimin altında elə işləyirdilər ki, elə bir ki, məndən məşəbət. Demək istəyirəm ki, mən heç vaxt vəzifə uğrunda mübarizə aparmamışam, vəzifə hərisi olmamışam, istəməmişəm. Heydər Əliyev şəxsiyyətə pərəstiş haqqında. Şəxsiyyətə pərəstişlik bəzən əcaib hallara gətirir çıxardır. Bunu artıq biz tarixdə görmüşük. Ancaq iş burasındadır ki, şəxsiyyəti də inkar etmək olmaz. Mən şəxsiyyətə pərəstişliyin əleyhinəyəm. Ancaq heç bir cəmiyyət şəxsiyyətsiz yaşaya bilməz. Cəmiyyətdə hamı bir boyda ola bilmədiyi kimi, hamı bir çəkidə ola bilmədiyi kimi, hamının sifəti eyni ola bilmədiyi kimi, hamının ağlı da eyni ola bilməz. Hamının siyasət sahəsində biliyi, səriştəsi eyni ola bilməz. Hamı eyni səviyyədə natiq ola bilməz. Şəxsiyyətlərə pərəstiş etmək yox, bu şəxsiyyətlərin qiymətini bilmək, o şəxsiyyətlərin tarixdə, onların yaşadığı devirdə də, ondan sonraki devirdə də tarixi yerini ədalətli, həqiqətli vermək lazımdır. Mənim fikrim elədir. Heydər Əliyev hakimiyyətin dayanıqlığı barədə. Necə olur ki, bəzi dövlətlərdə bir prezident ikinci müddətə hakimiyyətə gəlir, seçilir. Azərbaycanda məsələn ikinci müddətə prezident seçkilərindən danışmağa deyilməz. Bunun səbəbi nədir? Azərbaycanda bu üsul idarənin təcrübəsi hələ tamam həkk olunmuyubdur, yəni tamam insanlar tərəfindən dərk olunmuyubdur. İkinci tərəfdən də səhvlər də olur. Siz özünüz Heydər Əlirzoğlu Əliyevin ikinci müddətə Azərbaycanın prezidenti seçiləcəyine inanırsınız? Bilirsiniz, həyat indi o qədər gərgin bir devr yaşayır ki, bu gündən sabaha nə olacaq onu bilmək olmaz. Əgər mən prezident seçilsəm, mən hələ seçilməmişəm, birinci bu səlahiyyəti başa çatdırmaq lazımdır. Əgər sağlıqla bunu başa çatdıra bilsək, ondan sonraki devrə nəzər salarıq. And içirəm ki, prezident vəzifələrini ali məqsədlər, amallar naminə yerinə yetirəcəyəm. Azərbaycan Respublikasının tam müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü təmin etmək üçün əlimdən gələni əsirgəməyəcəyəm. Heydər Əliyev zövq haqqında. Simfonik musiqiyə qulaq asmağa vaxt tapırsınız? Vaxtilə mən Azərbaycanda simfonik musiqisinin geniş təbliğatçılarından biri olmuşam. Mən simfonik musiqini sevirəm və daimi sevmişəm və Azərbaycan xalqının mədəni səviyyəsini yüksəltmək üçün xüsusən ziyalıları və bir ziyalıları yox, elə xalqın kütlənin bir çox hissəsini
simfonik musikiyə qoşulmasını, yəni simfonik muziki ilə maraqlanmasına çalışmışam və o vaxtlar biz belə bir adət, ənənə yaratmışdıq ki, daimi simfonik muzikaya ilə əlaqədar olan konsertlərə gedərdik, qulaq asardıq və bu artıq o vaxtlar bu Sovetlər İttifaqının məşhur bəstəkarlarını da çox maraqlandırmışdır. Heydər Əliyev və memuarlar. Oxucular nə vaxtsa Heydər Əliyevin memuarlarını oxumaq imkanı qazanacaqlar. Oxucular gərək çalışsınlar ki, mənim ömrüm uzun olsun. Ki bu siyasət işindən qutarandan sonra memuarları yaza bilim. Çünki bu siyasət məni həmişə vaxtımı alıbdı, indi də vaxtımı alır. Mən heç qarışmaq istəmirdim siyasətə. Mən sadəcə Naxçıvanda artıq memuarlarımı yazmağa başlamışdım. Ancaq qoymadılar, həyat qoymadı, talih məni qoymadı. Ancaq mən hesab edirəm ki, onlar çox lazımdır. Mənim üçün yox, amma tarix üçün, Azərbaycan xalqı üçün, gələcək nəsillər üçün. Mən bunu dəfələrlə qeyd etmişəm. Azərbaycanda ola bilər siyasi, ictimai-siyasi həyatda Azərbaycanın təxminən məsələ 40-cı ildən bu tərəfki devrini mən özüm müşahidə etmişəm. Və çox proseslərin içində olmuşam. Mən bildiklərimi, mən gördüklərimi, mən müşahidə etdiklərimi heç bir şəxs görməyibdir, heç kəs müşahidə etməkdir. Ona görə bunların hamısı Azərbaycanın tarixi üçün və bugünkü gələcək nəsillər üçün lazımdır. Heydər Əliyev və əsrin müqaviləsi. Kontrat imzalandı. Ben sizin hamınızı reklam ediyorum. Mir Şahin. Cənab Prezident, bir sıra mütəxəssislər imzalanmış ikinci müqavilənin şərtlərinin birincinkindən, üçüncü müqavilənin şərtlərini isə ikincinkindən daha əlverişli hesab edirlər. Bu məntiqi inkişaf elətdirsək, deyə bilərikmi ki, bugün imzalanan müqavilənin şərtləri əvvəlkilərdən daha əlverişlidir? Bəli, hesab edirəm ki, daha da əlverişli. Heydər Əliyev və müstəqil Azərbaycan dövlətinin ilk konstitusiyası. Referendum. Cənab Prezident, Konstitusiya Komissiyasında bir çox müddaları Respublika Prezidentinə güya hədsiz səlahiyyətlər verilməsi ilə ittihamla da bağlayırlar. Bu məsələyə münasibətinizi bilmək istədim. Təşəkkür edirəm. Bilirsiniz, heç kəs bizi ittiham edə bilməz. Konstitusiya Komissiyasında Prezidentə verilən səlahiyyətlər dünyanın inkişaf etmiş devletlerinin, böyük demokratiya yolu keçmiş devletlerinin konstitusiyasında əks olunanlardır. Bəlkə bəzilərində onlardan da çoxdur. Bu zaman biz Heydər Əliyevə təşəkkür eləməyi də unutmuruq. Müxalifətçi mövqeyi ilə seçilən Çeşmə qəzetinin həbsdə olan əməkdaşlarını əfv etdiyinə görə. Cənab Prezident, çeşməçilərə bağışladığınıza görə təşəkkürümüzü bildiririk və həm də mənim müraciətimdə cavabı idi, ona görə sağ olun deyək. İndi bəs siz bunu niyə belə yavaş deyirsən, biraz bərk deyilən? Bəli, dünən mən o Çeşmə, gizli bir Çeşmə qəzeti var, nədir bilməm onun adına hiç bilməm. Onun işçilərinin, rəhbərlərinin, yaradanlarının 6 nəfərdir. Onlar həbs olunmuşlar, məhkəmə onlara cəza vermişdi
və mən bu məsələlərlə məşğul oldum. Mənə müraciət etmişdilər, onların valideynləri də, ailə üzvləri də, bəzi jurnalistlər də müraciət etmişdilər. Mən bu məsələni düzdür, son vaxtlar başım çox qarışıqdır. Amma dünən işimin çox olmağına baxmayaraq bu məsələni araşdırdım, məhkəmənin də hökmünə baxdım, baş prokuroru da çağırdım, başqa adamları da araşdırdım. Birinci, gördüm ki, onlar ədalətli cəzalandırdılar. Çünki bilirsiniz, gəlin öyrənək, tənqid lazımdır. Müxalifət hakimiyyəti tənqid edə bilər və etməlidir. Müxalifət də olmalıdır. Və tənqidsiz biz yaşaya bilməliyik. Və müxalifət qəzetlərində, ya elə dövlət qəzetlərində başqa jurnalistlərin tənqidi fikirlərini mən çox hörmətlə qarşılayıram. Çünki hər bir tənqidi fikirdə müəyyən bir nöqsanın əgər aşkara çıxması və onun düzəldilməsinə bir şərait yaranırsa, bu bizə köməkdir. Ancaq tənqidin həddini keçib, böhtanla məşğul olmaq və təhqirə keçmək heç kəs bir kəsə yaramaz. Və həqiqətən jurnalistlər də gərək çalışsınlar ki, onlar özlərini hörmətdən salmasınlar. Jurnalistlərin içində gərək jurnalistlər, tərbiyəli jurnalistlər olsun, ziyalı jurnalistlər olsun, həqiqətən hər bir şeyin həddini bilənlər olsun. O cılızlıq, yaxud da ki, bir dənə böhtan sözlə güya ki, hansı bir sözün kəsərini artırmaq, yaxud da ki, hansı bir yalanla, hansı bir təhqirlə öz dediyi sözün kəsərini artırmaq, bilin, inanın, mən bu dünyanı görmüş adamım, bunlar əhəmiyyətsiz şeydir. Heydər Əliyev həyatının əsas problemləri haqqında. Həyatınızda ən böyük problem hansını hesab edirsiniz? Demək olar ki, 16 yaşından sərbəst yaşayıram. Yəni, 16 yaşında mən Azərbaycan İndustrial İnstitutuna daxil olan zamandan mən sərbəst yaşayıram. Və sərbəst yaşadığıma görə də həyatda öz yerimi tutmağa çalışmışam. Yaşamağım üçün mübarizə aparmağa çalışmışam. Həm təhsil almaq, həm işləmək. Problemlər olur. İndi bunu bu müddətdə danışsam çox problemlər olubdur. Ancaq bunların hər birinin qarşısı alınıbdır. Biri bəlkə zərər gətiribdir, biri zərərsiz olubdur. Məsələn, mənim üçün ağır devr həyat yoldaşım Zərifə xanımı itirmək olubdur. ...87-ci ildə mən bütün vəzifələrdən istifa verdim. İndi məsələ, buna heyfslənmirəm ki, mən istifa vermişəm, o vaxtda heyfslənmirdim. Ancaq ondan sonra mənə qarşı ədalətsizliklər, haqsızlıqlar əlbəttə ki, mənim üçün çox problemlər yaratdı. Məsələ, bir problem yaratdı ki, mən artıq Moskvada yaşaya bilmirdim, çünki mənim həyatım təhlükə altındaydı. Gəldim Azərbaycana, Bakıda da yaşaya bilmədim. Burada da həyatım təhlükə altındaydı. Getdim Naxçıvana, onu da siz bilirsiniz. Bunların hər birisi problemdir. Moskvadan Bakıya gəlmək, məsələ, o vaxt mənim üçün problem oldu. Çünki birinci məni buraxmırdılar, qarşıma alırdılar gəlməyə. İkinci də mən 87-ci ildə bir xəstəlik, ürək xəstəliyi keçirmişdim. Bəziləri də mənə deyirdilər ki, bəlkə də sənin indi bu ürək xəstəliyindən sonra təyyarəyə minmək təhlükəlidir. Amma mənim Azərbaycana dönmək arzum və vətənə gəlmək arzum o qədər böyük idi ki, mən ölçdüm, biçdim, dedim, əgər təyyarədə mənə bir şey olacaqsa, bu olsun. Amma mən gedirəm Azərbaycana, mən gedirəm Bakıya. Heydər Əliyev xəyanət haqqında. Bir vaxtlar sizə təriflər oxuyan, sizin mədhüzə, Allahın ən gözəl sözlərini deyən adamlar
Sonradan sizin kölgənizi qılınclamağa başlayıblar. Lap elə deyək, Azərbaycan dilinin bütün tünd rənglərinə boyayan ifadələr seçiblər. Bütün bunları necə dözmüsünüz ümumiyyətlə? Mən belə xəyanətlərlə keçmiş zamanlarda da rastlaşmışam. Xatirimdədir, məsələ 50-ci ildə mən gəldim Leningradda təhsilim qurtarandan sonra Bakıda işləməyə. Burada işlədiyim bir neçə il ərzində bir neçə xəyanətlərlə rastlaşdım. Yəni o vaxtlarda mən yüksək vəzifələrdə işləyirdim. Çox inandığım, çox etibar etdiyim və onlara çox kömək etdiyim insanlar, yəni yüksək vəzifələrə irəliyə çəkdiyim, onların şəxsi həyatında kömək etdiyim insanlar mənə xəyanət etdikləri hallar xatirimdədir, hələ o illər. O ki, qaldı sonraki devrə ən böyük mənə qarşı xəyanətlər mən Moskvadakı vəzifələrdən istifa edəndən sonra oldu. Və indi də yenə xəyanətlərlə mən rastlaşıram. Təəssüflər olsun ki, çox inandığım və çox etibar etdiyim və onlar üçün çox kömək etdiyim insanlar, indi sən dediyin o ən tünd sözlərlə mənə qarşı böhtanlar ifadə edirlər. Nə etməli? Mən bu insanlara sadəcə yazığım gəlir. Onu da bilir ki, mən heç kəsə heç vaxt xəyanət etməmişim, heç vaxt. Heç kəsə. Bütün işlədiyim devirlərdə. Heydər Əliyev müxalifətçilik haqqında. Müxalifət də gərək bu insani normalar, əxlaq normaları, mənəviyyat normaları əsasında və demokratiyanın qanunları, prinsiplər əsasında öz yerini tapsın, öz fəaliyyətini göstərsin. Bu mənim arzumdur. İndi nə qədər bu mümkündür, onu həyat göstərəcəkdir, hər halda mənim arzumdur. Və bu prinsiplərə söykənərək şübhəsiz ki, mən hesab edirəm ki, iqtidarla müxalifət arasında normal münasibətlər olmalıdır. Müxalifət özü, müxalifət sözü ilə iqtidara müxalif deməkdir. Ancaq bu heç də düşmançılıq olmamalıdır, böhtançılıq olmamalıdır. Yaxud da ki, təxribatçılıq yolları ilə olmamalıdır. Müxalifət mübarizə aparıb iqtidara gəlmək istəyir. Birinci gərək iqtidara gəlmək istəyən qüvvələr ölçsünlər, bilsinlər ki, onların hansının iqtidara gəlib Azərbaycan kimi bir ağır devirdə yaşayan ölkənin problemlərini həll edə bilərlər. İkinci də, əgər buna arxayindirlərsə, buna inanırlarsa, onda gərək bunu normal yolla edəsinlər. Düşmançılıq yolu ilə etməsinlər. Heydər Əliyev torpaq haqqında. Bəlkə də 20% itmiş, əldən getmiş bir dövlətin vətəndaşlığının sualında balaca gülməli çıxır. Amma istənilən halda torpağa münasibəti necədir? Sizdən ötürü torpaq nədir? Torpağı çox sevən adamım. Mən torpaq üstündə uşaqlığımı keçirtmişəm. Torpaqda çox işləmişəm. Əkmişəm, biçmişəm. Və torpağı bu nöqteyi nəzərdən də çox sevirəm. Ancaq torpaq geniş mənada vətən deməkdir. Torpaq ölkə deməkdir. Buna görə torpaq hər bir insan üçün əzizdir.
mənim üçün isə bir vətəndaş kimi və Azərbaycanın bugün dövlət başçısı kimi torpaq ən əziz anlayışdır. Torpaq, vətən, ölkə hamısı bir yerdə mənim üçün əzizdir və eyni şeydir. Torpaqlarımızın 20% işğal altındadır. Bu bizim ürəyimizdə olan yaradır. Bütün xalqın ürəyində olan yaradır. Ancaq o işğal altında olan torpaqlar bizim üçün daha da əzizdir. Çünki bizim özümüzün ixtiyarımızda olan torpaqlar üzərində onun sahibləri yaşayır. Sahibləri və bizim müstəqil devlətimiz. Amma o torpaqlar isə müvəqqəti olaraq Azərbaycana təcavüz edən erməni silahlı qüvvələrinin əli altındadır, onların tapdağı altındadır. What is it there? This is a piece of tile from the mosque in Adam. Bu Ağdamdakı məsciddən bir hissəsidir. It is small, Balaca bir hissəsidir. but it is very important because it is representative of what we wish to restore. Amma bu balaca olsa da bizim bərpa etmək arzusunda olduğumuz torpağın bir hissəsidir. I hope one day soon that the entire mosque will be back. Biz ümid edirik ki, bir gün gələcək o böyük məscidin özü tamamilə geri qayıdacaq. Rebuilt and the people able to pray there. Və biz də onun bərpa olunmasında yardımcı olub, insanların orada dua etməsinə şərait yaradılmasına nail olacaq. Çox. Bizim o torpaqlarımız da işğaldan azad olunacaqdır. Və torpağa məhəbbət, torpağa sevgi, torpağa sədaqət mənim üçün ən müqəddəs anlayışdır. Mən o hesab edirdim ki, mən qəribdə yaşamamalıyam. Mən öz torpağımda yaşamalıyam. Və buradan Naxçıvana da mən getdim. Və Naxçıvanda da mən yaşayanda nə qədər çətin olsa da, mənim üçün o qədər də bu qiymətli idi. Çünki mən Azərbaycanın çox gözəl bir parçası olan və mənim doğulduğum, uşaqlığımı keçdiyim və atamın qəbri olan bir torpaqdaydım mən. Bu mənim üçün çox əzizdir. Heydər Əliyev Gülhane Hospitalında. Mənim əsas bronxlarımdır. Ancaq bu bronxlar ürəklə çox sıx əlaqədadır. Onlar bu işləri yəqin bilmirlər. Və bir də məlumdur, bu da gizlin deyil ki, 87-ci ildə mən Moskvada infarkt xəstəliyi keçirmişəm. Ancaq sonra mən çox belə enerjili yaşadığıma görə məndə bəzən şübhə olurdu ki, bəlkə məndə heç infarkt olmayıb, sadəcə məni o vaxtları işdən uzaqlaşdırmaq istəyirlər, mənim başıma işlər gətirirlər. Amma indi bunlar yoxladılar ki, həqiqətən o infarktın izi var orada məndə. Bizim xalqımızın mənəvi dəyərlərindən biri də odur ki, insan bir-birinə bir çətinlikdə həmişə başqa şeyləri unudub öz xoş münasibətini göstərməlidir. Ancaq əgər indi orada bir gün mən xəstə olmuram, indi başqaları, hökumət başçıları var, 10 gün xəstə olurlar, 15 gün xəstə olurlar. Nə oldu? Mən də bir gün, 2 gün xəstə olmuşam, indi durub belə cürbəcür fərzələr sürürlərsə, mən sənə deyirəm və sən də bunların hamısını verə-verə, onların arzuları gözlərində qalacaqdır. Heydər Əliyev hələ bir çox il prezidentliyini davam etdirəcəkdir və Azərbaycanın problemlərini həll edib, Azərbaycanı bir inkişaf etmiş devlət kimi başqa əllərə verəcək. Ərvatınız xeyir, cənab prezident. Salamünaleyküm, axşamın xeyir Mir Şahin.
Heydər Əliyev Cleveland xəstəxanasında. Necəsiz, özünüzü necə hiss edirsiniz? Yaxşı söyləyirəm. Maşallah o qədər gümrah görünürsünüz ki, tamaşaçılarımızda belə bir təəssürat var ki, güya bu bir 15 gün bundan qabağın çəkilişidir. Hətta o dərəcədə gümrah adımlayırdınız. Mən elə əvvəl də gümrah olmuşam, indi də gümraham. Buna heç kəsin şübhəsi olmasın. Ancaq təbiidir də cərrahi əməliyyatından sonra müəyyən qədər reabilitasiya lazımdır, müalicə lazımdır və mən də bu devri indi keçirəm. Cənab Prezident, əməliyyatdan keçən bu bir neçə gün ərzində özünüzü necə hiss edirsiniz ümumiyyətlə? Qan təzyiqiniz, qida rejiminiz, yuxunuz normaldırmı? Hər şey normaldır, hər şey yaxşıdır, hər şey istənilən səviyyədədir, hər şey yaxşı gedir və mən çox məmnunam ki, bu əməliyyatı da həyata keçirmişik də, həkimlərin dediyinə görə bu lazımmış. Mən çox məmnunam bundan və güman edirəm ki, çox az qalıbdır ki, bu reabilitasiya devri də qutarsın və mən gəlim vətənə sizlə birlikdə olun. İnşallah. Birdən-birə nəyə belə qərar verdiniz ki, bu əməliyyatın olması zəruridir? Bilirsiniz, birdən-birə deyil, məni mane elədilər. Mane zamanı, tip manəsi zamanı məlum oldu ki, belə bir şey var. Bunu eləmək də olardı, amma biraz gözləmək də olardı. Amma mən hesab etdim ki, yaxşı olar ki, eləyək bu aradan çıxsın. Və həkimlər də belə fikirdəydilər. Ona görə mən bu həkimlərin məsləhəti ilə razılaşdım və bunu da etdik. Həkimlər işləməyə icazə verirmi? Yəqin ki, kimlərisə qəbul edirsiniz, müxtəlif görüşləriniz olur orada. Bilirsən nə var, mən burada heç kəsi qəbul etmirəm. Çünki burada bu klinikada çox ciddi rejim var. Yanıma gəlmək istəyənlər çoxdur, hər yerdən və mən qəbul etmirəm. Onunca işləməyinə işləyirəm. Mən bütün günü işləyirəm. Burada günlə o Bakıdakı günün fərqi var. İndi Bakıda gün qutarır, burada gün təzə başlayıbdır. Ancaq bu müddətdə mən əlaqə saxlayıram, telefon əlaqələri, məlumatlar alıram Respublikadan, ayrı-ayrı vəzifəli şəxslərdən, lazımi göstərişlər verirəm. Respublikada gedən bütün prosesləri izləyirəm, hər şeydən xəbərdaram, hər şey bilirəm və hesab edirəm ki, Respublikamızda işlər indi yaxşı gedir və çox məmnunam ki, mənim bu Respublikadan müəyyən qədər ayrı düşdüyüm zamanda Respublikada əmin-amanlıq var, rahatlıq var, asayiş normal səviyyədədir. Mən bunlardan çox məmnunam. Ancaq Respublika ilə daim əlaqəm var. Azərbaycanın vətəndaşlarına, həmvətənlərimə öz salamımı, saygımı, hörmətimi, məhəbbətimi yetirirəm. Hamıya can sağlığı arzulayıram. Can sağlığı insan üçün hər şeydən üstündür. Can sağlığı arzulayıram. İşlərinizdə uğurlar arzulayıram. Və çox məmnunam ki, bizim tamaşaçılarla, vətəndaşlarla əlaqəyə girə bildim. Təşəkkür ederim, minnətdaram sizə. Sağ ol. Bu filmdə biz bir böyük ömrün gedişini sizinlə izlədik. Film bitir. Heydər Əliyev ömrü isə davam edir.